Salam əzizlərim, davam edirik Qız Burcu ilə. Mart ayında sənin üçün münasibətlərdə balans, gündəlik həyatda dəyişiklik, maddi planlama ayıdır. Bu ay nəyi saxlayın, nəyi buraxım sualının cavabını rahatlıqla tapacaqsınız. 1-2 Mart həssaslıq və tənqidçilik arta bilər. Münasibətlərdə xırda detallar böyüyə bilər, stres yarada bilər. Özünü və başqalarını çox yormamağa, stressə salmamağa diqqət etməyiniz məsləhətdir. 3 Mart dolunayı sənin dolunayındır. Şəxsi həyatınla bağlı böyük aydınlanma olacaq. Bir qərar ya tamamlanır, ya da dəyişir. Mən kiməm, nə istəyirəm sualı bu dolunayda ön plandadır. Və bu dolunay sənin üçün çiçəklənmə, dönüş, yenilik gətirir. 4-18 Mart münasibətlərdə ortaq qərarlar gündəmdədir. Qarşı tərəfin davranışı daha çox diqqətini çəkəcək. Artıq qərar vermək vaxtıdır. Tək davam edin, yoxsa birlikdə sualı sizə bu 4-18 Mart aralığında cavab tapa biləcəksiniz. Məsləhət olunur ki, hər şeyi tək daşımağa çalışmayın. 19 Mart yeni ayı. Maddi mövzular, ortaq pullarla bağlı qərarlar vermək, borc, aliment, kredit, paylaşım məsələləri gündəmə gələ bilər. Böyük bir yükdən qurtulmaq mərhələsidir. Psixolojik olaraq yüngülləşmə hissi, yəni hansısa bir böyük bir yükünüz var, həmin o yükdən qurtulacaqsınız. 20 Martdan sonra geniş düşünməyə başlayırsınız. Xaric, təsir, gələcək planlar, səyahətlər, bunlar aktivdir. Daha az narahat, daha çox həyata axına buraxmış olursunuz. Sevgi 1-10 Mart sevgidə Qız Burcu. Münasibətlərdə tənqid, inciklik, qəlb qırıqlığı yaşana bilər. Sözləri yumuşaq seçmək 1-10 Mart aralığında çox vacibdir. 3 Mart dolunayı. Qayğılarınız artır, sevgi həyatında güzgü effektidir. Qarşı tərəfdə özünü görürsən. Münasibəti davam etmək və yaxud da bitirməklə bağlı qayğılarınız və narahatçılığınız var. 19 Martdan sonra daha dərin bağlar, güvən, paylaşım ön plana çıxacaq. Sevgidə uğurlu bir dövrə addım atırsınız deyə bilərəm. Pul 1-9 Mart Əziz Qız Burcuları, 1-9 Martda planlama, niyyətin, diləklərin, arzuların gerçəkləşir. Ola bilsin planlanmamış xərclər ola bilər, amma bu xərclər yaxşı bir şey üçün gedir. Ola bilər ki, nəsə almaq istəyirsiniz, nəsə alacaqsınız. Sağlamlıq, gündəlik ehtiyaclar da pul gedə bilər. Hansısa bir arzunuzu və yaxud da bir istəyiniz var, nəyisə almaqla bağlı, o reallaşa bilər. Yəni arzunuza çata bilərsiniz maddi baxımdan. 10-18 Mart yeni başlanğıc, ortaq gəlir, dəstək olur. Gecikmiş olan bir pul məsələsi varsa, o gələ bilər. Tam gəlməsə də müəyyən bir hissəsi gəlir. Hisslərinə güvən, dəstək almaqdan çəkinmə. 22-30 Mart maddi balans bərpa olunur. Büdcəni toparlamaq daha da asanlaşır. Ola bilsin ki, uşaqlarla bağlı məsələlərdir, uşağınızla bağlı və yaxud da sizin keçmişdə narahat edən hansısa bir iş vardı ki, onun həllini tapa bilmirdi. Bu ara 22-30 Mart arasında bu həll tapacaq və yaxud da kimsə sizə borcludursa, alacağınız varsa, keçmişdən alacağınız varsa, həmin adam 22-30 Mart arasında sizə o borcunuzu geri qaytara da bilər. Belə bir dənə Qız Burcu üçün Mart mesajı. Dəyənək ikilisi çıxdı. Qərarsız qalma, özünü düzəltməyə çalışma, özünü qəbul etmək vaxtıdır.
Bu ay səni daha güclü və daha aydın edir. Heç nədə ikiləmdə qalmamağı məsləhət görür. Qız bürclərinin ən böyük minusu hər şeyi mükəmməl etməyə çalışıb nələrsə mükəmməl edənə qədər ertələməkdir. Bunu etməsəz daha tez uğur qazanacaqsınız. Belə. Bu qədər məlumat istərdim. Video əgər sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.